Bu adama ilk öncə aşiq olur, bunu limbik beyin aparatı eləyir. Niyə? Atasından alanmadığı sevgini bundan alsın deyə. Artıq böyüyüb axı, buna gücü satar. Daha sonra ilk başda bəzən xoşbəxt olurlar. Bir il keçir, hər şey darmadağın olur. Yəni kişi başlayır qumar oynamağa, kişi başlayır içki içməyə, sevməməyə, xəyanət etməyə və s. və ilaxır. Bundan sonra artıq qadın bir də baxır ki, atasının bir kopyası ilə oturub eyni evdə. Yəni türklərin bir sözü var, deyir, yağışdan qaçarkən doluya düşdüm. Yağışdan qaçarkən doluya rast gəlir. Bu haldan da çıxanmır. Niyə? Ailə qınayır, boşana bilməz, uşaq var, cəmiyyət var, pulsuzdur, o gücü yoxdur. Beləliklə bir ömür sürür və ölür. Acı desək, acı həqiqətən bir ömür belə gedir. Acı reallıq. Amma bunu düzəltməyin bir üsulu var. Bu, bəlkə də bu videonu izləyən minlərlə qadına dəstək ola biləcək bir texnikadır ya da bir tövsiyə deyək.